Lisenziya ilə akkreditasiyanın fərqi nədir? Direktor və direktor müavinliyinə hazırlaşan müəllimlər, ekrana yaxın əyləşin, bu video izah sizlər üçündür. Bildiyimiz kimi qəbul qaydaları artıq dəyişibdir, artıq müsahibə şəklində işə qəbul həyata keçiriləcəkdir. Bu geniş bir mövzudur, inşallah o barədə də bir video çəkib paylaşacağım. Bu günlərin bizi maraqlandıran sual nədir? Lisenziya ilə akkreditasiyanın fərqi nədir? Bunu müəyyən eləməliyik. Bildiyimiz kimi Azərbaycan Respublikası Təhsil haqqında qanunun 1.0.5-ci maddəsində akkreditasiya haqqında, eyni zamanda 1.0.32-ci maddəsində isə lisenziya haqqında ilkin anlayış olaraq bizə məlumat verilmişdir. Həmçinin təhsil müəssisələrinin fəaliyyəti haqqında, yəni lisenziya və akkreditasiyası haqqında bu qanunun 16-cı maddəsində geniş izah verilmişdir. Bugün sizə hüquqi əsaslarla və sadə dildə onun izahını təqdim edəcəm. İlk öncə başlayaq lisenziyadan. Lisenziya nədir müəllimlər? Lisenziya hər hansı bir təhsil müəssisəsi fəaliyyətə başlamazdan əvvəl aldığı icazə sənədidir. Yəni, təhsil müəssisəsi fəaliyyətə başlamaq istəyirsə, mütləq qaydada dövlət tərəfindən lisenziya ilə təmin olunmalıdır. Lisenziya niyə həyata keçirilir? Lisenziya nədir müəllimlər? Təhsil müəssisəsinin fəaliyyətinə verilən icazə sənədidir. Yəni, orada çalışan müəllim heyətidir, əmək şəraitidir, şagirdlərin sayıdır, ümumi maddi texniki bazadır, infrastrukturu və s. bunların hamısı dövlət tərəfindən yoxlanılır. Əgər uyğun olarsa, fəaliyyətinə icazə verilir. Xüsusi bir məqamı qeyd edəcəm, müəllimlər bunu qeyd edin. Dövlət təhsil müəssisələrinə lisenziyaya ehtiyac yoxdur. Niyə? Çünki dövlət təhsil müəssisələrini dövlət özü təsis etdiyinə görə onların icazə hüququ avtomatik yaranmış olur. Belə qənaətə gələcəyik ki, deməli, lisenziyalar adətən özəl təhsil müəssisələrində fəaliyyət göstərən, təhsil sahəsinə uyğun olaraq fəaliyyəti həyata keçirən müəssisələrə lazımdır. Nə üçün? İlkin fəaliyyətə verilən icazə sənədidir. Akkreditasiya nədir müəllimlər? Unutmamış deyim ki, lisenziya təhsil sahəsində müddətsiz verilir. Bax, bunu xüsusilə qeyd edirəm. Lisenziya müddətsiz verilir. İndi deyəcəksiniz, necə oldu ay müəllim? Bəlkə bu fəaliyyətini düzgün həyata keçirilmir, onun lisenziyası bəyəm ləğv olunmur. İndi ona toxunacaq. Akkreditasiya nədir? Akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət standartlarına uyğun həyata keçirilib-keçirilmədiyini yoxlayan bir prosedurdur. Lisenziya aldı, müəssisə təhsil sahəsində fəaliyyətinə başladı və növbəti 5 ilin tamamında təhsil müəssisəsi mütləq qaydada akkreditasiyadan keçməlidir. Yəni, həmin fəaliyyətə başlayan təhsil müəssisəsi lisenziya aldı, fəaliyyətinə başladı. İndi görək, 5 il müddətində bu müəssisə o ilkin icazə alındığı qaydalara uyğun, yəni dövlətin bilirsiniz ki, standartları var. O standartlara uyğun fəaliyyətini həyata keçirir, yoxsa yox. Əgər fəaliyyəti uyğundursa, yoxlama zamanı heç bir nöqsan aşkar olunmuyumsa, akkreditasiyadan keçmə haqqında sənəd verilir və fəaliyyəti davam etdirilir. Əgər hər hansı bir nöqsan aşkar olunarsa, müəyyən bir müddətdə nöqsanları aradan qaldırmaq üçün müəssisəyə vaxt verilir. O vaxt ərzində müəssisə öz fəaliyyətindəki nöqsanları aradan qaldırmalıdır. Əks təqdirdə verilən müddət tamam olanda fəaliyyəti dayandırılır. Deməli, belə bir ümumi qənaətə gəlirik. Lisenziya fəaliyyətə başlamaq üçün icazə sənədidir və müddətsiz verilir. 5 ilin tamamında müəssisə yoxlanılır, yəni akkreditasiya olunur. Nə yoxlanılır? Görək fəaliyyət qanunvericiliyə uyğun olaraq həyata keçirilirmi? İndi bunu qanunvericiliyə əsasən, yəni təhsil haqqında qanunun 16-cı maddəsinə əsasən qanunu izahını sizə təqdim edəcəm. Gəlin, ilk öncə bax, bu sadə izaha baxaq. Deməli, lisenziya nə oldu? Təhsil müəssisəsinin fəaliyyətə başlaması üçün dövlət sənədidir. Nə? Fəaliyyətə başlaması üçün ilkin sənəddir müəllimlər. Lisenziya məktəbdə, kollecdə, universitetdə, yəni tədris sahəsi ilə məşğul olan bütün sahələrə verilə bilər. Və müddətsiz dediyim kimi Azərbaycanda lisenziya müddətsiz verilir. Akkreditasiya nə oldu? Lisenziya alıb fəaliyyətə göstərdiyimiz, deyək ki, bax bu kollecimiz, universitetimizin fəaliyyətinin dövlət standartlarına uyğun olub-olmadığını, yəni təhsil müəssisəsinin fəaliyyət keyfiyyətinin dövrü olaraq yoxlanılmasıdır. Bu dövr nədir? 5 il müddətinə müəllimlər.
5 ildən sonra yoxlanır. Yəni minimum 5 il fəaliyyət göstərməlidir. 5 ildən sonra fəaliyyət yoxlanılır. Bu prosesdə nə deyirik? Akreditasiya deyəcəyik. Gəlin indi 16-cı maddənin izahına baxaq müəllimlər. 16-cı maddə nədir? Təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akreditasiyası. Bayaq dediyim kimi 16.1-ci maddəyə əsasən istənilən hüquqi və yaxud da fiziki şəxs təhsil sahəsində fəaliyyət göstərirsə, lisenziya əldə edə bilər. Lisenziya hansı müddətə verilir? Müddətsiz veriləcəkdir. Dövlət təhsil müəssisələrinə lisenziya verilir, yoxsa verilmir müəllimlər? Dövlət təhsil müəssisələrinə lisenziya verilir, verilmir? Əlbəttə ki, verilmir. Niyə verilmir? Çünki onu təsis edən kimdir? Dövlət özüdür. Ona görə də lisenziyaya icazə yoxdur. Lisenziya tələb olunmur. Ancaq, bax, özəl məktəblər, özəl bağçalar, kurslar, özəl universitetlər və s. bunlar fəaliyyət göstərmək istəyirsə, mütləq qaydada ilkin olaraq lisenziya əldə etməlidirlər. Bəs bu icazə, lisenziya dediyimiz icazə nəyin əsasında verilir? Əlbəttə ki, lisenziyalar və icazə haqqında Azərbaycan Respublikasının qanunvericilik sənədinə əsasən icazə verilir. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanunvericilik sənədi var. Ona əsasən müəssisənin fəaliyyətinə icazə verilir və dediyimiz kimi verilən lisenziyanın müddəti yoxdur. Yəni müddətsiz verilir. Maraqlı bir məqam var müəllimlər. Xarici ölkələrdə fəaliyyət göstərən təhsil müəssisəsi öz ölkəsində lisenziya sənədi əldə eləyib. Sizcə həmin ölkənin o təhsil fəaliyyəti ilə məşğul olan bir müəssisəsi Azərbaycanda da fəaliyyət göstərə bilərmi? Bax, çox maraqlı sualdır, müsahibədə də soruşa bilərlər. Əlbəttə ki, xeyr. Bunun üçün nə lazımdır? Həmin ölkə ilə Azərbaycan Respublikası arasında təhsil sahəsində hər hansı bir əlaqəmiz, müqaviləmiz, hüquqi aktlar varsa, bəli, həmin icazə Azərbaycanda da etibarlı sayılır. Əgər müqaviləmiz yoxsa, heç bir hüquqi akt yoxdursa, həmin icazə ölkəmizdə etibarsız sayılacaq və həmin o müəssisə, fiziki şəxs, hüquqi şəxs yenidən Azərbaycan qanunvericiliyinə uyğun olaraq lisenziya sənədi əldə etməlidir. Dediyimiz kimi nədir? Xarici təhsil lisenziyası Azərbaycanda yalnız həmin o iki dövlət arasında rəsmi müqavilə varsa tanınacaqdır. Akreditasiyaya gəldik. Bir də 16.3-cü maddədə dediyim kimi akreditasiya təhsil sahəsində fəaliyyət göstərən müəssisənin dövlət standartlarına uyğun olub-olmadığını, yəni fəaliyyətinin uyğun olub-olmadığını yoxlayan bir prosedurdur. Hər 5 ildən bir həyata keçirilir və sonda nə verilir? Şəhadətnamənin verilməsi ilə başa çatır. Müəllimlər, maraqlı bir sualdır. Bayaqdan bu yoxlamadan danışırıq ki, yoxlama gəldi, fəaliyyəti araşdırdı. Bəs bunu kim həyata keçirdi? Bu fəaliyyəti həyata keçirilən Təhsil Nazirliyinin nəzdində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi şöbəsi var ki, həmin şöbə bax, bu yoxlama prosedurlarını həyata keçirir. Başqa görə burada maraqlı nə qaldı sizə təqdim eləyə biləcəyim? Müəllimlər, hamısını izah elədim. İndi qısa bir haşiyə çıxağın. Lisenziya nə oldu? Birlikdə təkrar eləyirik. Lisenziya nə oldu? Təhsil müəssisəsinin fəaliyyətə başlaması üçün əldə olunan ilkin razılıq sənədidir. Yəni, dövlət tərəfindən alınan ilkin razılıq sənədidir. Hansı müddətə verilir? Müddətsiz verilir. Kimlərə verilir? Özəl təhsil müəssisəsində fəaliyyət göstərən təhsil sahəsinə. Niyə dövlət müəssisələrinə verilmir? Dövlət təhsil müəssisələrinə. Ona görə ki, onun təhsilçisi dövlət olduğuna görə avtomatik olaraq ona lisenziya hüququ verilir. Akreditasiya nə oldu? Lisenziya alıb fəaliyyətə başladıqdan sonra, bax, lisenziya əvvəldə olur. Akreditasiya isə fəaliyyətə başladıqdan sonra, yəni 5 il müddət keçdikdən sonra həmin müəssisənin fəaliyyətinin dövlət standartlarına uyğun olub-olmadığını yoxlayan bir prosedurdur. Ümid edirəm ki, izahdan belə deyək də bu suallarımıza cavab tapa bildik. Bu kimi maraqlı video izahların, testlərin, hüquqi əsaslara söykənən materialları əldə eləmək istəyirsinizsə, kanalımıza abunə olun, ödənişsiz WhatsApp qruplarımıza üzv olaraq məlumatları əldə eləyə bilərsiniz. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ olun müəllimlər.